31 dekabr Dünya Azərbaycanlılarının həmrəylik günüdür. Bugün dünyanın harasında yaşamağımızdan asılı olmayaraq, bu həmrəylik sərhədləri aşan bir bağdır. Dilləri, ölkələri fərqli olsa da, ruhları eyni olan milyonların birliyidir. Bu birlikdə vətəni qoruyan əskərin gücü var. Qanunun keşiyində duran polisin məsuliyyəti var. İnsan həyatına toxunuşlar edən həkimlərin əməyi var. Bu həmrəylik gələcəyi yetişdirən müəllimin işığında, şəhərləri tikən memarın xəyalında, daş üstə daş qoyan fəhlənin zəhmətində yaşayır. Bugün elm adamı da, sənətkar da, iş adamı da, tələbə də, kənddə olan da, uzaq ölkələrdə yaşayan soydaşımız da bir ad altında birləşir. Azərbaycanlı. Dünya Azərbaycanlılarının həmrəylik günü bizə xatırladır ki, birliyimiz gücümüzdür, kökümüz kimliyimizdir. Vətən isə hamımızın ortaq dəyəridir. 31 dekabr. Bir millət, bir ürək, bir Azərbaycan.